Yəni Rusiya burada bütün variantla çalışırdı ki, indi bu günləri əsasən çalışırlar ki, əsaslandırır ki, Rusiya özünü dağıdıbdır, Rusiya özü nə bilim elə dağılacaqdı. Bunlar hamısı milli azadlıq hərəkatını danmaq və o Rus başlı insanlar milli bizim şəhidlərin ruhunu təhqir etməkdir. Yəni dünya tarixində elə bir imperiya yoxdur ki, öz-özünü dağıtsın. Yəni əgər öz-özünü dağıtmışsa, onda indi Putinin iddiası nədir ki? Sadəcə olaraq Rusiya başlayan bu yenidən qurma siyasəti başlanmışdı. Bilinirdi ki, o dövrdə artıq 70-ci, 80-cı illərdə dünya səviyyəsində bu analizlər, təhlillər gedirdi ki, Rusiya iqtisadi cəhətdən, siyasi cəhətdən, mənəvi cəhətdən böhran keçirirdi. Yəni, xüsusilə Əfqanistan azada girəndən sonra da Rusiya orada bir bataqlığa düşdü. Yəni, Rusiya Qarbaçov yenidən qurma siyasəti ilə Rus imperiyasını təmir etmək istəyirdi. Yəni, daha gücləndirmək istəyirdi. Ona görə bəzi ipləri buraxdı. Yəni, bir növ demokratiya, aşkarlıq siyasəti. Biz də bundan istifadə elədik. Pribaltika ölkələr, xalqlar bundan istifadə elədik. Ukrayna istifadə elədi və bu fürsətdən istifadə elədik. Biz milli azadlıq hərəkətinə başladıq.